Salam, hər vaxtınız xeyir olsun. Gəlin mövzulararası əlaqə heyvanlar aləminin inkişafı mövzusundan açıq test tapşırıqlarına baxaq. 200-cü sualdan başlayırıq. Hansı rəqəmlə verilmiş canlının mənsub olduğu sinifin nümayəndələrində təkamül prosesində ilk dəfə döş qəfəsi əmələ gəlib? İlk dəfə döş qəfəsi harda yarandı? Sürünənlərdə yarandı. Bundan əvvəl sudoqurda yaşayanlarda qabırğalar yaxşı inkişaf etmədiyi üçün döş qəfəsi yox idi. İndi biz sürünənin nümayəndəsini tapmalıyıq. Birinci buqelamon sürünənlərə aiddir. Deməli, hansı rəqəmli canlının? Elə bir dənə seçirik. Buqelamon. Daha sonra keçirik 201-ci test tapşırığına. Qoyun elə bu billəri də deyim. Latmeriya balıqdır, leylək quşdur, yexidna ilk məməlidir, Qafqaz xaçılcası qurbağadır. 201. Mayalanmaları xaricidir. Mayalanması xarici olan nə ola bilər? Balıq ola bilər, amma balıqların hamısı yox. Deməli, və nə ola bilər? Qurbağalar ola bilər, yəni sudoqurda yaşayanlar. Gürzə sürünəndir, daxili mayalanmadır. Nərəni götürürəm, xarici mayalanmadır. Quşlarda daxilidir. Göl qurbağasını götürürəm, xarici mayalanmadır. Triton sudoqurda yaşayandır, xaricidir. Çay xanısı xaricidir. Doğru cavab 2, 4, 5, 6 olacaq. 202 mayalanması daxilidir. Sürünən sudoqurda yaşayan məməli və qırdaqlı balıqlar. Deməli, gürzə sürünəndir, daxili mayalanmadır. Sərçə quşdur, daxili mayalanmadır. Qoyun məməlidir, daxili mayalanmadır. Siyənək balıqdır, xarici mayalanmadır. Göl qurbağası sudoqurda yaşayandır, xarici mayalanmadır. Timsah sürünəndir, daxili mayalanmadır. Doğru cavab 1, 2, 3, 6. 203. Antogenezində borulu mərkəzi sinir sisteminə malik olan heyvanlara hansılara aid etmək olar? Söhbət nədən gedir? Söhbət gedir onurğalılardan. İki qan dövranına malikdirlər, bəli. Məsəl üçün sudoqurda yaşayan sürünən quş məməli. Bir qan dövranına malikdir, bəli, balıqlar. Təkamül prosesinə ilk dəfə mezoderma qatına malik olan tipin nümayəndəsi də səhvdir. Mezoderma qatı ilk dəfə yastı qurtlarda formalaşdı. Təkamül prosesində ilk dəfə qan damar sisteminə malik olan tipin nümayəndələrdir. Qan damar sistemi hərqəvi qurtlardaydı. Bu da səhv bir fikirdir. Doğru cavab 1 və 2. 204. Antogenezində borulu mərkəzi sinir sisteminə malik olan heyvanlara hansına aid etmək olmaz? Burada da deyir ki, hansına aid etmək olmaz? Eyni fikirlərdir. Ona görə təkrarlayıb vaxtınızı almıram. 3 və 4-ü aid etmək olmaz. 205. Qeyd edilən heyvanların hansında qan bədən boşluğu mayeyi ilə qarışmır? Yəni, nə istəyir? Qapalı qan damar sistemi istəyir. Qumqurdu həlqəvi qurddur, qapalıdır. Neştərçə xordalıdır, qapalıdır. Çağ xərçəngi açıqdır. May böcəyi buğumayaqlıdır, açıqdır. Çay xanısı balıqdır, qapalıdır. Yarasa məməlidir, qapalıdır. Bal arısı buğumayaqlıdır, açıqdır. Deməli, qarışmır 1, 2, 5, 6-da. Qeyd edilən heyvanların hansında qan bədən boşluğu mayeyi ilə qarışır? Variantlarda fərq olduğu üçün deyəcəm bunu. Qarışırsa açıq qan damar sistemidir. Açıq qan damar sistemi buğumayaqlı və mollyusklardadır. Bal arısı qarışır, açıqdır. Qumqurdu qapalıdır, həlqəvi qurddur. May böcəyi qarışır, açıq qan damar sistemidir. Yarasa qapalıdır, məməlidir. Çay xərçəngi açıq qan damar sistemidir, qarışır. Anodonta mollyusklu qarışır. Neştərçə xordalıdır, qarışmır. Doğru cavab 1, 3, 5, 6. Fikir verirsinizsə, açıq suallar qapalılara nisbətən daha asan versiyada tərtib olunub. 207. Mayalanması daxili olan heyvanlar nə götürürəm? Qırdaqlı balıqlar, sürünənlər, daha sonra sudoqurda yaşayan, yox, üzr istəyirəm, sudoqurda yaşayan yox, sürünən quş məməli. Deməli, daxili, dovşan məməlidir, daxilidir. Daraqlı triton xaricidir, sudoqurda yaşayandır. Siyənək balıqdır, xaricidir. Dəvə quşu daxilidir, quşlara aiddir. Yexidna məməlidir, daxilidir. Göl qurbağası isə xaricidir, çünki sudoqurda yaşayandır. Doğru cavab 1, 4, 5. 208. Aşağıdakı heyvanlardan hansıların qan damar sistemində ürək yoxdur? Anodontada ürək var, 3 kameralıdır. Tənək ilbisində var, 2 kameralıdır. Neştərçədə ürək yoxdur, bəli.
Daha sonra may böcəyində çox kameralı ürək var. Xaçlı örümçəkdə boru şəkilli ürək var, qarıncıqda yerləşir. Çay xərçəngində baş döşdə yerləşən, deməli, baş döşdə yerləşən kisə şəkilli ürək var. Qum qurdunda isə ürək yoxdur. Doğru cavab 3 və 7. 209-da istəyir. A canlısını B və C-dən fərqləndirən. A nədir? Bayquş. B sincab. C isə timsah. İndi baxaq görək. Quşu məməli ilə sürünənlərdən fərqləndirən xüsusiyyətlər. Antogenezində qəlsəmə yarıqlarının olmasına görə bu bütün xordalların xüsusiyyətidir. Ürək boşluğunda iki növ qanın olmasına görə bizdə nə vardı? Məməli və deməli, o biri timsah idi deyəsən. Deməli, bu aid deyil. Bu üçünə də aiddir. Antogenezinə xordan olması bu da üçünə aiddir. Pəncə lüləsi sırf quşun xüsusiyyətidir. Yəni, sırf bayquşa aid xüsusiyyətdir. Daxili mayalanma üçündə də var. 2 qat tənəffüs sırf quşun xüsusiyyətidir. Yəni, 4 və 6-ya görə bayquş digər canlılardan fərqlənir. 210. Düzgün ifadələri müəyyən edin. Quruya çıxan ilk onurğalı heyvanların ətrafları pəncəüzgəci balıqların cüt üzgəclərindən inkişaf etmişdir. Bu düzdür. Sonra, onurğalı heyvanların inkişafı zamanı onlarda əvvəl xorda və ulaq qövsləri əmələ gəlir. Bəli, bu da doğru bir fikirdir. Tısbağaların çənələrində arxaya doğru əyilmiş dişlər var, diş yoxdur tısbağada. İlanların zəhər vəzisi şəklini dəyişmiş dəri yox, tüpürcək vəzisidir, səhvdir. Timsahların ürəyi 4 kameralı olub və bədənində arterial qanla venoz qan tamamilə bir-birinə qarışmır. Səhvdir, bədəndə qan qarışır. Siyənəkimlərin yağ xətt orqanı nəzərə çarpmır, düzdür. Doğru cavab 1, 2, 6. 211. Bütün onurğalılara aid olmayan xüsusiyyət. Hamısına aid olmasın. Qapalı hamısına aiddir. Tük örtüyü sırf məməlinindir. Hamısına aid deyil. Baş beyin hamısına aiddir. Qanda eritrositlərin olması bu aiddir, deməli, məməlilərə aid xüsusiyyətdir. Deməli, qanda eritrositlərin olması. Bu xordallarda bütün onurğalılara aid olmayan xüsusiyyət hansıdır? Yox, bunu götürmürük. Qırmızı qana görə eritrositlər çoxunda var. Caynaqların olması, çoxunda deyəndə hamısında var. Caynaqların olması, caynaqlar dedik ki, hamısına aid deyil. Məsəl üçün, ən azından balıqlarda caynaq yoxdur. 5 barmaqlı ətraf, bəli, bu da hamısına aid deyil. Məsələn, elə balıqlarda üzgəclərdir. Mürəkkəb mədə, bu da hamısına aid deyil. Mürəkkəb mədə məməlilərin xüsusiyyətidir. Bir də quşların xüsusiyyətidir. Əzələli və vəzli mədə. Böyrəklərin olması hamısına aiddir. Doğru cavab 2, 5, 6, 7. 212. Heyvanlar aləminin bir neçə tipinin nümayəndələrində rast gəlinən. Kloaka sırf xordalıdır. Bizə bir neçə tip lazımdır. Qanın yalnız damarlarla axması bunu götürürəm, çünki həlqəvi qurdlarda da var, həm də xordallarda var. Ağciyər tənəffüsü götürürəm, çünki molluskda da var, xordalda da var. Mantis sırf bir tipə, yəni mollusklar tipinə aiddir. Qəlsəmə tənəffüsü həlqəvi qurdlarda, qum qurdunda da var. Qəlsəmə tənəffüsü balıqlarda da var. Çinədan bir neçə tipin, bunu götürürəm. Və çinədan da bir neçə tipdə var. Həm həlqəvi qurdlarda var, soxulcanda, həm deməli, buğum ayaqlarda, bəzi həşəratlarda var, həm də quşlarda var. Deməli, doğru cavab 2, 3, 5, 6 oldu. 213. Heyvanlar aləminin bir neçə tipinin nümayəndəsinə rast gəlinir. Kloaka dedik, sırf xordalın xüsusiyyətdir. Qapalı qan damarı dedik, ikisində də var. Həlqəvi qurdlar və xordallar. Böyrəyin olması mollusklarda da var, xordallarda da var. Manti sırf molluskun xüsusiyyətidir. Qarın sinir zənciri, bu məsələn buğum ayaqlarda da var, həlqəvi qurdlarda da var. Çinədan, bu da dedik, bir neçə tipdə mövcuddur. 214. Hansı mühakimələr düzgündür? Bütün onurğalı heyvanlarda kloaka var. Xeyr, məsələn, ən azından balıqlarda yoxdur. Quşlar arasında diri bala doğma olmur? Bəli, hamısı yumurta qoymaqla çoxalır.
Heyvanların hamısında ürək var. Xeyr, səhvdir. Məsəl üçün, ən azından götürək soxulcan, ürəyi yoxdur. Quruda yaşayan heyvanların hamısı ağciyərlə nəfəs alır. Məsələn, deməli, məsələn, Məryəm qurdu. Xərçənglərin nümayəndəsidir. Quruda yaşayır, amma qəlsəmə tənəffüsüdür. Səhvdir. Onurğalıların hamısı xordallardır. Bəli, onurğalılar kəlləlilər yarım tipidir. Yəni xordalların bir yarım tipidir. Məməlilərin hamısı istiqanlıdır. Bəli. Daxili mayalanması olan heyvanların hamısı diri bala doğandır. Xeyr, məsələn, sürünən daxili mayalanmadır, amma yumurta qoymaqla çoxalır. Doğru cavab 2, 5, 6. Onurğalıların hamısına aid deyil. Embrional inkişaf dövründə qəlsəmə yarıqlarının olması. Bu hamısına aiddir. Qanın yalnız damarlarla axması hamısına aiddir. Ürəkdən iki damarın çıxması bu hamısına aid deyil. Məsələn, balıqlarda sadəcə qarın aortası çıxır, bir dənə damar. Böyrəklərin olması hamısına aiddir. Onurğa sütununun 5 şöbədən ibarət olması bu hamısına aid deyil. Ən azından, məsələn, elə balıqdan götürək, gövdə və quyruq şöbəsidir. Deməli, doğru cavab 3 və 5 olacaq. 216. Onurğalıların hamısına aid deyil. Deməli, fərdi inkişafında xordaya malik olması hamısına aiddir. İki qan dövranı hamısına aid deyil. Məsələn, balıqlar bir qan dövranıdır. Qanın yalnız damarlarla axması hamısına aiddir. Borulu tipli mərkəzi sinir sisteminin olması hamısına aiddir. Qan dövranlarında 3 növ qanın dövr etməsi hamısına aid deyil. Məsələn, quş məməlidə 2 növ qan dövr edir. Balıqda 2 növ qan dövr edir. Doğru cavab 2 və 5. 217. Şəkildəki canlıların yalnız birinə aid xüsusiyyətləri seçin. Yalnız birinə aid olsun. Baxaq, daxili skeletə malik olma hamısına aiddir. İstiqanlılıq fil və quşa aiddir. Qan tənəffüs orqanından bilavasitə ürəyə qayıtmaması. Bu yalnız balığın xüsusiyyətidir. Çünki balıqda qəlsəmədə qan təmizlənəndən sonra bel arteriyasına yığılır və bədənə vurulur. Ürəyə qayıtmır. Amma digərlərin hamısında qan ürəyə qayıdır. Skeletində döş sümüyünün olmaması. Döş sümüyünün olmaması bu da balığın xüsusiyyətidir. Amma digərlərində döş sümüyü var. Sadəcə qurbağada döş sümüyü ön ətraf qurşağına aiddir. Amma yenə də var da. Deməli, 5-ciyə baxıram. 5-ciyə baxsam, embrional dövrdə borulu sümüklərin əmələ gəlməsi qurbağada embrionalda yox, postembrionalda yaranır. Balıqda da ümumiyyətlə yoxdur. Ona görə bunda çıxıram. Ürək boşluğunda bir növ qanın olması sırf balığın xüsusiyyətidir. Çünki digərlərində 2 və ya 3 növ qan var. Sonra 218. Sümbül qıran nədir, məməlidir? Daxil olduğu tipin bütün nümayəndələri üçün ümumi xüsusiyyət, yəni xordallar üçün ümumi olan xüsusiyyət. Çox uca irəlilik aydın məsələdir. 2 kameralı ürək yox, çünki 3 və 4 də ola bilər. Bor şəkilli sinir sistemi xordalların xüsusiyyətdir. Qəlsəmə tənəffüsü ümumi deyil, ağciyərdə ola bilər. Börəklərin olmaması yox, olması olsaydı, ümumi olardı. Ontogenezində xordan olması aydın məsələdir. Xordallar tipinin nümayəndəsidirsə var. 1, 3, 6. 219. Cədvələ əsasən X üçün düzgün ifadələri seçin. 14 ram məməlidir. Daxil olduğu tipin bütün nümayəndələri üçün ümumi xüsusiyyət. Tip deyirsə xordanı. Embrional inkişafda xordan olması aiddir. 2 qan dövranı yox, balıqlarda bir qan dövranı var. Bor şəkli sinir sistemi xordalların hamısındadır. Ağciyər tənəffüsü yox, qəlsəmə ilə də ola bilər. Qapalı qan damar sisteminin olması hamısına aiddir. Üzgəclərin olması ən azından məməlilərdə məsələn yoxdur. Yəni çoxunda yoxdur. Məsələn məməlilər. 1, 3, 5. 220. Canlılardan hansılar həm onurğasız, həm də onurğalı heyvanlarda parazitlik edir? Öküz solteri əsas da aralıq sahibi də onurğalıdır. Çıxdım. Malyariya parazitini götürürəm. Əsas sahibi çünki onurğasızdır. Anopheles cinsindən olan ağcaqanad. Aralıq sahibi də insandır. Exnokokun həm əsas həm aralıq sahibi onurğalıdır. Qaraciyər sorusunun əsas sahibi
onurğalıdır, amma aralıq sahibi kiçik gölməçək onurğasızdır. Götürürəm. İnsan asqarinin aralıq sahibi ümumiyyətlə yoxdur, əsas sahibi də insandır, onurğalıdır. Doğru cavab 2 və 4. 221. Sizi bilmirəm, amma mənə biologiyanın ən çox məsələləri maraqlı gəlir və bəlkə də bu riyaziyyata olan marağımdan irəli gəlir. Şirin su idralarında mayalanma prosesində bilavasitə cəmi 128 qamet iştirak edib. Şirin su idrasında 2 qamet birləşəndə bir ziqot yaranır, bir ziqotdan da bir fərd yaranır. 128 qamet iştirak edib. Əlverişli şəraitdə yumurtalardan maksimal sayda fərd əmələ gəlib. 2 qamet birləşəndə bir fərd yaradırsa, 128-i birləşib 64 fərd yaradıb. Bu fərdlərin sayı qədər nüvə dizenteriya möbünün neçə sistasında olar? Biz bilirik ki, bir dizenteriya möbünün sistası 4 nüvəlidir. Ona görə də mən baxıram, 64 dənə nüvə neçə sistada olar? 64-ü bölürəm 4-ə, eləyir 16. Deməli, 16 dizenteriya möbünün sistasında ola bilər. 222. Uyğunluğu müəyyən edin. Sürünənlər və quşlar. Mədəcində natamam ara kəsməsi olan 3 kameralı ürək sürünən, arterial və venoz qan qarışmır. Quş. Sümüklərin içi boş hava ilə doludur. Quş, bədəni yüngülləşdirən xüsusiyyətdir. Pəncə lüləsinin olması quş, soyuqqanlı heyvandır, sürünən. 223. Bağırsaq boşluqlar və boğmayaqlar. Orqanlar sisteminin olmaması. Hansında yoxdur? Bağırsaq boşluqlarda. Onlarda sadəcə hüceyrədir. Xitin örtük boğmayaqların xüsusiyyətdir. Tumurcuqlanma yolu ilə çoxalma hidrada var və maya göbələyində var. Deməli, hidra hara aiddir? Bağırsaq boşluqları. İkitərəfli simmetriya boğmayaqlarda var. Orqanizmin iki rüşeym qatından inkişafı, yəni sadəcə ekto və endoderma, bu da bağırsaq boşluqların xüsusiyyəti. Daha sonra keçək 224-də. Quş və sürünən. İsti qanlılıq quşların xüsusiyyətidir. Bədən temperaturu xarici mühit temperaturundan asılıdır, yəni soyuqqanlıdır. Sürünənlərin xüsusiyyətidir. 3 kameralı ürək 2 qan dövranı sürünənlərdədir, quşlarda 4-dür. Yerdəyişmə zamanı bədənin, gövdənin adətən yerə toxunması, yəni sürünür. 2 qat tənəffüs, bu isə quşun xüsusiyyətidir. 225. Uyğunluğu müəyyən edin. Bir cüt bığcıq ev milçəyində, 2 şöbədən ibarət onurğa, yəni gövdə və quyruq şöbəsi, balıqda, malpigi boruları, həşəratlarda, ağciyər tısbağada, kloaka tısbağada, yəni sürünənlərdə. 226. Salamandra hara aiddir? Suda qurda yaşayan. Çıxdım. Göy balina hara aiddir? Məməliyə. Məryəm qurdu hara aiddir? Xərçəng kimlərə. Bu qələmun sürünəndir. Sümbül qıran məməlidir. Amfibi verilibmiş burada. Həmişə suda qurda yaşayana alışmışıq. Gözüm onu axtardı. Salamandran deməli hara yazırıq? Amfibilərə yazırıq. Çünki suda qurda yaşayanlardır. 227. Uyğunluğu müəyyən edin. Skat hara aiddir? Balıqlara. Qırdaqlı balıq. Krevetka bu xərçəng. Triton suda qurda yaşayan, yəni amfibi. Ağ leylək quşlara, kloaka quşlara. Aha, kloaka da quşlara. Kloaka yox, üzr istəyirəm. Uca deyəsən, həqiqətən yorulmuşam. Koala. Koalanı kloaka oxuyuram. Beynim uca həqiqətən error verir. Deməli, koala isə məməlidir. Ona görə də bunu da heç birinə aid etmirəm. 228. Uyğunluğu müəyyən edin. Çay xərçəngi. Deməli, açıq qan-damar sistemidir. Soxulcan qapalı qan-damar sistemidir. Böyük göl ilbizi
açıqdır, qumqurdur, qapalıdır. Ağ planaridə hələ qan damar sistemi yoxdur. 229-da xaçlı örümçək açıq qan damar sistemidir. Qaraciyər sorusunda hələ qan damar sistemi yoxdur. Nereid həlqəvi qurddur, qapalıdır. May böcəyi açıqdır, soxulcan qapalıdır. 230. Deməli, mantia. Mantia nə üçün oldu? Mollyusklarda oldu. Baxıram, anadonta var. Yazıram bura. Qapalı qan damar sistemi soxulcan, yəni həlqəvi qurda və neştərçədə, yəni xordalda. Traxeya tənəffüsü nədə var? Məzar böcəyində, yəni həşəratlarda. Nə qaldı? Çay xərçəngi. Bu bunların heç birinə aid deyil. 231. Çin qurşağı 7 sümükdür. Yəni söhbət usta burada yaşayandan gedir. Bir döş, 2 kürək, 2 körpücük, 2 qarğa. Nə var burada usta burada yaşayan? Var göl qurbağası, var triton. Çin qurşağı 6 sümükdən ibarətdir. Burada ola bilər sürünən və quş və ikməməli. Deməli, burada nə var? Sərçə. Yazdım bura. Sonra Çin qurşağı 2 sümükdən ibarətdir. Burada da olacaq eviti, çünki yalnız kürək sümüklərdir. Burada nə yazmışıq? Aha, göyərçin də quşlara aiddir. Deməli, 6 sümüyü var. 232. Qan damar sistemi açıqdır, ağciyərlə tənəffüs edir. Baxırıq. Qan damar sistemi açıqdır, ağciyərlə tənəffüs edir. Deməli, nə yazıram? Böyük gölü bizim. Çünki o birlər 2 şərtdə birdən ödəmir. İkinciyə baxıram. Qan damar sistemi açıqdır, ifrazat orqanı böyrəklərdir. Açıqdır və böyrəklərdir. Deməli, nə olur? S olur. Üçüncüdə, ağciyər tənəffüsü var və ifrazat orqanı böyrəklərdir. Bunu hara yazıram? Göyərçinə və zolaqlı kərtənkələyə. Nə qaldı ortada? Çay xərçəngi. Baxaq görək yenə də. Yox, bu heç bir şərti ödəmir. 233. Qan damar sistemi açıqdır, tənəffüs orqanı qəlsəmələrdir. Söhbət nədən gedə bilər? Söhbət gedə bilər anadonta və çay xərçəngindən. S və Y. İkincidə, qan damar sistemi açıqdır, ürəyi 2 kameralıdır. Söhbət nədən gedir? Böyük göl ilbizindən. Tənəffüs orqanı qəlsəmədir, ürəyi 2 kameralıdır. Balıq varmı? Var. Bəli. Nə qaldı burada? D qaldı. D-də ödəmir şərtlərimizi. 234. Uyğunluğu müəyyən edin. Soxulcan. Ürəyində arterial qan olur. Ürəyində arterial qan olur. Burada əslində çay xərçəngində də, may böcəyində də arterial qandır. Amma bu testi işləyəndə həmişə birinci nə verilib ona götürürsünüz. Yəni 234-də siz deməli 234-də siz götürürsünüz A-nı ikinciyə. Sonra ürəyi kisə şəkillidir. Bax, bir də deyirəm. Baxın, əslində may böcəyində də ürəyində arterial qandır, çay xərçəngində də. Amma çay xərçəngi ikinci verilib deyə. Yəni may böcəyindən əvvəl. Ona görə ora götürürük. Ürəyi kisə şəkillidir xərçəngin. Qan damar sistemi qapalıdır soxulcanın. Qanı qaz mübadiləsində iştirak etmir həşəratların. Ürəyi çox kameralıdır. Bu da həşəratların xüsusiyyətidir. 235. Verilmiş heyvanların ürəyindəki qan növlərinin sayının artması sırası ilə balığın ürəyində 1 növ, sadəcə venos. Yetkin qurbağada 3 növ, arterial venos qarışıq. Quşda 2 növ, arterial və venos. Artma ilə deyirsə 1, 3, 2 götürürəm. Verilmiş heyvanların ürəyindəki qan növlərinin sayının azalması. Böyük göl ilbizində sadəcə arterial, kərtənkələdə 3 növ, arterial venos qarışıq. İtdə arterial və venos. Deməli, azalma ilə düz deyirsə 2 götürürəm, 3 götürürəm, 1 götürürəm. 237. İfrazat orqanlarının ardıcıllığını müvafiq olaraq canlıların ardıcıllığını müəyyən edin. Böyrək burada nədə var? Böyrək var burada. Deməli, kanı balığında. Protonefridi yastı qurlarda, ağ planaridə.
Metanefridi həlqəvi qurdlarda. Cüt yaşıl vəzlər çay xərçəngində. Malpighi borusu və xüsusi vəzlər hörümçəkdə. Doğru cavab 3, 1, 4, 2, 5. Bu qədər. Ümid edirəm ki, izahlar sizin üçün faydalı oldu. Hər hansı bir təklifiniz və ya iradınız varsa, şərhlər bölməsinə bunu qeyd edə bilərsiniz. Və əgər videonu bioloqlar və abituriyentlərlə bölüşsəniz, sevinərəm ki, videolar daha çox kütlə qarşısına çıxa bilsin. Təşəkkür edirəm.